Salamlayıram hər biriniz yeni mövzu izahatımızdan. Bugün sizinlə Azərbaycan tarixindən Atropatena mövzusunun izahatını verəcəyik. Başlayaq elə isə. Eradan əvvəl 330-cu il Makedoniyalı İskəndərin yürüşü nəticəsində Əhəməni dövləti dağıdılır və süqut edir, 3-cü Dara öldürülür və bu dövrdə Makedoniyalı İskəndər Əhəməni dövlətinin imperiyasının sahib olduğu bütün əraziləri ələ keçirir. Və eradan əvvəl 330-cu ildə o belə bir fərman imzalayır. Fərmana görə bütün canişinlər vəzifəsindən azad edilir, yəni bütün satraplar vəzifədən azad olunur, yerinə isə yerli hakimlərdən canişinlər təyin edilir. Bu zaman Atropat hələ vəzifəsində idi. Bəs necə olur? Atropat bildiyimiz kimi Midiyanın satrapı, canişini idi. Midiyanı Makedoniyalı İskəndər iki yerə bölmək qərarı alır. Bu qərara görə deməli Atropatena deyirəm, yəni Midiya iki hissəyə bölünür. Böyük Midiya və Kiçik Midiya. Böyük Midiya belə deyək ki, Makedoniyanın tərkibində qalır. Kiçik Midiya isə söhbət gedir Atropatena ərazisindən. Kiçik Midiya isə Atropatın tabeliyinə verilir. Baxaq görək, Makedoniyalı İskəndər nəyə görə Midiyanı iki hissəyə böldü? Burada məqsəd nədən ibarət idi? Çünki Böyük Midiya bütün ticarət yollarının kəsişməsində yerləşirdi. Söhbət Ekbatana mərkəzi olan Böyük Midiyanın ərazisindən gedir. Ticarət yollarının kəsişməsində yerləşirdi bu ərazi və həmçinin də ki, Böyük Midiyanın Makedoniyalı İskəndər öz əlində saxlamaq vasitəsilə öz imperiyasının qərbi və şərqi arasında əlaqəni saxlaya biləcəkdi. Tamam, davam edək. Bəs 328-ci ilə gəldiyimiz dövrdə 330-328-ci illər arasında Atropatı bir səfər Makedoniyalı İskəndər vəzifədən uzaqlaşdırsa da, daha sonra 328-ci ildə yenidən onu vəzifəyə qaytarır. Səbəb, Atropatı vəzifədən uzaqlaşdırmışdı. Nə üçün yenidən vəzifəyə təyin edir? Çünki Makedoniyalı İskəndər artıq başa düşür ki, yeni işğal elədiyi ərazilərdə hakimiyyətini möhkəmləndirmək istəyirsə, bunun üçün nə etməlidir? Bunun üçün təbii olaraq yerli hakimlərdən özünə dəstək almalıdır. Və Atropat da Azərbaycanda, yəni Kiçik Midiyada belə deyək ki, Makedoniyalı İskəndərin mövqeyini möhkəmləndirməkdən ötəri mühüm bir nöqtə idi. Tamam, 328-ci ildə Atropat yenidən Kiçik Midiyanın satrapı təyin olundu. Bir müddət keçir, 327-ci ildə Makedoniyalı İskəndər şərqi yürüşünü davam elətdirərək Hindistana gedir və bu zaman Böyük Midiyada bir üsyan başlayır. Söhbət gedir Baryaksın üsyanından. 327-ci ildə Baryaksın üsyanı qalxır və Baryaksın üsyanı qalxan zaman Atropat qərar verir ki, bu üsyanı yatırsın. Səbəb isə Makedoniyalı İskəndərin geri qayıdacağından sonra Baryaksın üsyanına görə yerli xalq cəzalandırıla bilərdi və Atropat bunu qəbul etmək istəmədi və bu səbəbdən Baryaksın üsyanı 327-ci ildə öz ordusu ilə basdırdı və Makedoniyalı İskəndər Hindistana olan yürüşünü başa çatdırıb geri qayıdandan sonra isə bütün üsyan qaldırmış yerli hakimlərin çoxunu edama məhkum elədi, vəzifələrindən uzaqlaşdırdı, bütün yerlərə Makedoniyalılardan ibarət canişinlər atadı. Sadəcə olaraq Atropatena, yəni Kiçik Midiya istisna olmaq şərti ilə bunun səbəbi isə Atropatın bir, Baryaksın üsyanını yatırması, ikincisi Makedoniyalı İskəndərin sərkərdəsi olan Perdikki ilə qohum olması və həmçinin də ki, Atropatın görkəmli quruculuq işləri aparması, öz ölkəsində olsun, digər ərazilərdə olsun, görkəmli quruculuq işləri aparması onun Makedoniyalı İskəndər tərəfindən sevilməsinə və vəzifəsində saxlanmasına imkan yaradır. Zaman irəliləyir. Gəlirik eradan əvvəl 323-cü ilə. Makedoniyalı İskəndər birdən-birə dünyasını dəyişir və imperiyada hakimiyyət Perdikkinin əlinə keçir. 323-dən 321-ci ilə qədər olan dövr ərzində Perdikki Makedoniya imperiyasının sahibi olduğu dövrdə Atropat gücünün zirvəsində olur. Ancaq 321-ci ildə Perdikkinin öldürülməsi ilə bərabər Makedoniya imperiyası parçalanaraq xırda-xırda dövlətlərə bölünür. Və bu zaman nə baş verir? 321-ci ildə Atropatena özünün müstəqilliyini elan edir. Digər ərazilərdə Makedoniya imperiyası parçalanandan sonra Yunan-Makedoniya sülalləri hakimiyyəti gəlsə də, dediyimiz kimi Kiçik Midiyada, yəni Atropatenada hakimin yerli hakim olaraq Atropatın qalması
Burada müstəqil dövlətin Makedoniyalı olmayan, işğalçı olmayan bir ölkənin yaranmasını gətirib çıxarır Azərbaycanın digər bir dövləti, yəni Atropatena dövləti. Pedikkinin ölümü ilə eradan əvvəl 321-ci ildə yarandı. Dövlətimiz Atropatena adlanır, elə Atropatın öz adı ilə. Atropat sözünün mənasını yeni gəlmişkən açıqlayaq. Hindistandan geri qayıdandan sonra Makedoniyalı İskəndər Atropat bir şənlik verir. Bu şənlik zamanı öz Midiya atları, tarixdə Midiya atları olaraq keçir Atropatena atları. Midiya deyildikdə elə Atropatena nəzərdə tutulur mənbələrdə. Deməli, Atropat həm Midiya atları, həm belə deyək 100 nəfərdən ibarət Amazonka qadınını və bu kimi digər hədiyyələrlə İskəndərin qarşısına çıxmışdı. Bu hissəni vurğulamaq yadımdan çıxdı deyə yenidən geri qayıtdım ki, bunlardır deyək. Və burada Amazonka deyəndə Cənubi Qafqazda məskunlaşmış olan döyüşçü qadınlardan söhbət gedir və onların əlində verilən məlumatda deyilir ki, bəs nizə olmayıb, təbərzin olub. Təbərzin isə iki tərəfi sivri olan balta, yəni iki tərəfli kəsən baltadan söhbət gedir. Və bu Makedoniyalı İskəndəri həqiqətən belə deyək, şaşırmasına səbəb olmuşdu. Davam edək. Atropat sözünün mənasını isə vurğulayacaq olsaq, atropat odu qoruyan, odu himayə edən, odun sahibi mənasına gəlib çıxır və tarixçilərimiz belə bir düşüncədədirlər ki, məhz Azərbaycan adı da Atropatın adı ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycan adına ilk dəfə eramızın 7-ci əsrindən ərəb mənbələrində rast gəlinməyə başlanmışdır. İlk dəfə o dövrdən Azərbaycan adı işlənir, ancaq bu dövrə qədər düşünülür ki, məhz Atropatena adı 7-ci əsrə qədər davam edəcək. Bu 1000 il ərzində tam şəkildə bugünkü variantını Azərbaycan adına belə deyək ki, yaranıb formalaşmışdır. Tamam, bunu da vurğuladıq. Bunu da vurğuladığımıza görə davam edək. Danışaq biz Strabonun verdiyi bir məlumatla Atropatena dövlətinin digər hökmdarlarına artıq keçid edək. Strabon öz əsərində bildirir ki, Midiya iki hissəyə bölünür. Böyük Midiya, Böyük Midiyanın mərkəzi Ekbatana şəhəridir və deyir Atropat Midiyası. Buranın Atropat Midiyasının adlandırmasının səbəbini isə belə açıqlayır ki, burada hakimlik edən Atropatdır və Atropat yeganə belə deyək şəxsiyyətdir ki, öz ərazisini, yəni Atropatenanı müstəqil dövlətə çevrilmiş və oranı müstəqil hökmdar kimi idarə eləmişdir. Tamam, bu mənbə haqqında da məlumatlı olduğumuza görə artıq Atropatena dövlətinin eradan əvvəl 321-ci ildə yarandığını biz bildik. Atropatenada yaşayan tayfaları keçid eləyək. Atropatenada hansı tayfalar yaşayır? Atropatenada Mük tayfaları, Marklar, Amataylar və həmçinin Kadusi və Kaspi tayfaları yaşayırdı. Bunları yadda saxlayaq, sadədir. Üçü M hərfi ilə başlayır, digər ikisi isə erkən tayfa ittifaqları mövzusundan öyrəndiyimiz kimi Cənubi Azərbaycanda yaşayırlar. Söhbət kimlərdən getdi? Mük, Mak, Matay və Kadusi və Kaspi tayfaları. Bunların hər biri Atropatenada məskunlaşmış olan əsas tayfalar idi. Və indi bir şey vurğulayaq. Azərbaycan xalqının formalaşması prosesini. Azərbaycan xalqının formalaşması prosesi eradan əvvəl 4-cü əsrin ikinci yarısında, yəni Atropatena və Albaniya dövlətinin yaranması ilə başlamış bir prosesdir. Bunu yadda saxladıq. Deməli, Azərbaycan xalqı nə zamandan formalaşmağa başlayır? Formalaşmasına başlanması eradan əvvəl 4-cü əsrin ikinci yarısı Atropatena və Albaniya dövlətinin yaranmasıdır. Daha sonra Sasani dövləti dövründə türklərin 2-ci Azərbaycana köçü ilə xalqımızın formalaşması prosesi daha da sürətlənmiş və Səlcuqların Azərbaycana gəlişi ilə, yəni Oğuz türklərinin Azərbaycana gəlişi ilə 11-ci əsrdə Azərbaycan xalqının formalaşması prosesi tam şəkildə başa çatmışdır. Bunu da vurğuladıq. Artıq keçid edək biz Selevki-Atropatena münasibətlərinə. Eramızdan əvvəl söhbət gedir 3-cü əsrdən, gedirik biz, çıxırıq eradan əvvəl 223-cü ilə, daha dəqiq desək. Eradan əvvəl 223-cü ildə Makedoniya dövləti artıq bir əsrdə dağılıb və yerinə Şərqli Hindistandan Qərbdə Aralıq dənizinə qədər ərazilərdə
yaranmış güclü bir Makedoniya dövləti, Makedoniya Yunan dövləti olan Selevki dövləti mövcuddur və bu Selevki dövlətinin hökmdarı 3-cü Antiox işğalçı müharibələr aparmaqla məşğuldur. Və bu dövrdə Atropatenada hakimiyyətdə olan bir hökmdarımız var. Söhbət Artabazandan gedir və Artabazan haqqında Yunan tarixçisi Polibi məlumat verib ki, onun hakimiyyət dövründə Azərbaycan, yəni Atropatenanın əraziləri Fasisdən Pont dağlarına, Pont dənizinə qədər genişlənmiş və həmçinin şərqdə Hirkan dənizinə qədər olan geniş ərazilərə Atropatena dövləti hökm sürmüşdür. Pont dənizi deyildikdə bugünkü Qara dəniz nəzərdə tutulur. Fas isə Gürcüstanda bir çay adıdır. Hirkan dənizi isə Xəzər dənizinin ən qədim dövrdə verilən adlarından biridir. Tamam, deməli, Artabazanın hakimiyyət dövründən hansı alim danışıb, Polibi danışıb, Polibinin verdiyi məlumata görə Atropatenanın əraziləri hansı əraziləri əhatə edib, şimala qədər Pont dənizi, Fasisdən şərqdə Hirkan dənizinə qədər olan böyük bir ərazidə Atropatena dövləti mövcud olubdur deyib. Bəs biz bugünkü xəritə ilə desək, Atropatenanın sərhədləri hansı əraziləri əhatə edir? O zaman biz vurğulayırıq. 1. Bütün Cənubi Azərbaycan. 2. Müasir Azərbaycan Respublikasının cənub əraziləri və 3 olaraq da vurğulayaq ki, belə baxası olsaq, qərbdən Zagros dağlarından şərqdə Xəzər dənizinə qədər olan ərazilər. Bu ərazilər Atropatenanın əraziləri sayılır müasir dövrlə birlikdə. Tamam, Polibinin verdiyi məlumatı bildik və Polibi məlumatlarının gedişatında Artabazan haqqında da vurğulayıb və Artabazanın Atropatenanın ərazilərini, həmən bu adlarını çəkdiyimiz ərazilər ki var, Pont, Fasis, Hirkan dənizi, bu ərazilər çərçivəsində Artabazanın Atropatenanın ərazisini genişləndirməsindən bəhs edir. Söhbət deməli eləyəcək biz indi Artabazanın hakimiyyət dövründən eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antiox yürüş edir Atropatenaya və bu dövrdə müharibəyə hazır olmayan Artabazan məcbur qalır, təslim olur və beləliklə Atropatenada Selevkilərin hakimiyyət dövrü başlayır. Eradan əvvəl 223-cü ildə Artabazanın hakimiyyət dövründə Atropatena Selevkilərdən asılı vəziyyətə düşdü. Bəs bu asılılıq hansı dövrə qədər davam elədi? Eradan əvvəl 190-cı ilə qədər. Bəs eradan əvvəl 190-cı ildə nə olubdur ki, bu hansı hadisə ilə bağlıdır? İndi gələk qərbdən yeni bir dövlət haqqında danışırıq. Danışırıq biz Roma Respublikası haqqında. Eradan əvvəl 2-ci əsrdə Roma Respublikası Aralıq dənizi sahillərində güclü bir dövlətə çevrilir və şərqə doğru işğalçılıq yürüşlərini davam etdirməyə başlayır. Və bu dövrdə şərqdə ən güclü dövlət təbii ki haradır? Selevkilər. Selevkilərlə Romalılar arasında eradan əvvəl 190-da Suriya ərazisində Magneziya adlanan bir yerdə döyüş baş verəcək. Magneziya döyüşü. Və bu Magneziya döyüşündə Selevkilər ağır məğlubiyyətə uğrayır. Roma Respublikasının qoşunları qalib gəlir. Döyüş nəticəsi 2 nəticə ilə yekunlaşır. Birincisi, Selevki dövləti tamamilə dağılır. İkincisi isə Atropatena dövləti öz müstəqilliyini yenidən əldə edir. Deməli, Artabazanın hakimiyyət dövründə ərazilər genişləndi. Fasis Pont dənizindən şərqdə Hirkan dənizinə qədər güclü hökmdar olubdu. Onun haqqında Polibi məlumat verib Artabazan haqqında. Lakin Artabazan müharibəyə hazır olmadığı üçün Selevkilər tərəfindən 223-cü ildə 3-cü Antiox onu özünə tabe edibdi. Düz 190-a qədər Selevkilərin Atropatenada hakimiyyət dövrü olubdu. 190-cı ildə isə Roma ilə Selevkilər arasında Magneziya adlanan yerdə döyüş nəticəsində Selevki dövləti parçalanır, dağılır və Atropatena dövləti isə öz müstəqilliyini yenidən əldə edir. Davam edək. Selevkilər dövləti dağıldı. Yerinə bəs hansı dövlət yarandı? Selevki dövlətinin dağılmasından sonra yerinə şərqdə güclü bir dövlət olan Parfiya dövləti yaranır. Və indi isə eradan əvvəl 2-ci əsrdə vəziyyətə baxın. Romanın yeni bir rəqibi ortaya çıxır. Söhbət gedir Parfiya dövlətindən. Roma ilə Parfiya arasında başlayan müharibə. Keç deyək.
Bu dövrdə Roma ilə Parfiya arasında Asiya uğrunda, Ön Asiya ölkələri uğrunda, daha doğrusu dəqiqləşdirsək, Ön Asiya ölkələri uğrunda mübarizə başlayır və Parfiya özünə müttəfiq axtarır və ona ən yaxın müttəfiq Atropatena dövləti olur. Səbəb həm Atropatena, həm Parfiya üçün Roma müstəqillik təhlükəsi idi. Öz müstəqilliklərini qorumaq üçün Atropatena və Parfiya bir ittifaq yaradır. Üstəgəl ikinci səbəb isə onlar Romalılara Makedoniya Yunan işğalçılarının varisi kimi baxırdılar. Yəni bir növ Makedoniyalı İskəndərin davamçısı kimi görürdülər Roma Respublikasının qoşunlarını və buna görə birləşirlər və Romaya qarşı birgə mübarizə aparmaq qərarına gəlirlər. Biz başlayaq Romalıların Atropatenaya yürüşündən. Romalıların ilk dəfə Azərbaycana gəlişi ümumiyyətlə Pompey və Luculun adı ilə bağlıdır. Pompey və Lucul. Bunlar Roma ordusunun sərkərdələridir. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Azərbaycan ərazisinə daxil olublar və Pompeyin yürüşü nəticəsində Atropatena dövləti Roma Respublikasından asılı vəziyyətə düşür. Asılı vəziyyətə düşüb. Ancaq biz deyirik ki, Atropatena tam asılı vəziyyətə salınmayıb. Çünki biz Atropatenaya o dövrdə baxanda görürük ki, hakimiyyətdə Romalı canişinlər yox, məhz yerli hökümdarlar var. Hələ də yerli hökümdarlar dövləti idarə edir. Mənbələrdə məlumatımız var ki, məlumat verilir ki, bu yürüşdən, Pompey və Luculun yürüşlərindən sonra Atropatenada hələ də yerli hökümdarlar hakimiyyət sürürdülər və buna görə Atropatena hələ də öz müstəqilliyini biz deyirik ki, qoruyub saxlaya bilir. Romadan asılı vəziyyətə düşürmü? Bəli, amma tam şəkildə müstəqilliyini itirirmi? Xeyr. Səbəbi yerli hökümdarlar, yəni Atropatilər sülaləsindən olan hökümdarlar hələ də dövləti idarə edir deyə. Davam edək. Davam edək olsaq, indi gəlirik ikinci bir yürüşə. Antoninin yürüşünü danışmamışdan qabaq biz danışmalıyıq Krasdan. Kras növbəti bir Roma sərkərdəsi eradan əvvəl 53-cü ildə şərqə doğru yürüşə başlayır və Krasın adı ilə bağlı olaraq eyni, demək olar ki, Kizəkli ilə başlayır, Karra adlı bir yerdə döyüş baş verəcək. Parfiya Atropatenanın birləşmiş qoşunları burada Karra adlı mövqedə eradan əvvəl 53-cü ildə Roma qoşunlarını ağır məğlubiyyətə uğradacaqlar və Roma qoşunları məğlub olur. Hətta sərkərdə Kras özü belə öldürülür. Deməli, eradan əvvəl 53-cü ildə Roma Krasın başçılığı ilə bir qoşun daha göndərir şərqə. Lakin bu yürüşün qarşısını Atropatena və Parfiyaların birgə səyi nəticəsində Karra meydan müharibəsində qalib gəlir bizimkilər, Parfiyalılarla Atropatenalılar və Krasın özünü də öldürürlər. Strabon məlumat verir ki, yenə bir tarixçimizin məlumatına istinad edək. O dövrdə Atropatena 10.000 nəfərdən ibarət süvari və 40.000 nəfərdən ibarət piyada ordu çıxara bilir döyüş meydanına. Kifayət qədər böyük rəqəmdir. Davam edək. İndi isə danışacağıq biz şərqə Antoninin yürüşlərindən. Görək Antoni ilə biz nə zaman ilk dəfə qarşılaşmışıq, daha sonra Antoni nə zaman böyük ordu ilə şərqə gəlir. İlk dəfə Antoni ilə qarşılaşma eradan əvvəl 38-ci ildə olur. Antoni Roma qoşunlarının sərkərdəsidir. Eradan əvvəl 38-ci ildə Parfiyalıları baş verən döyüşdə məğlubiyyətə uğradır. Döyüşümüzün adı yoxdur, kitabda verilməyib, ona görə adını demirik. Eradan əvvəl 38-ci ildə baş verən bu atsız döyüşümüzdə Parfiyalılar məğlubiyyətə uğradılar. Parfiyalılar özləri Antoninin üzərinə hücuma keçmişdilər. Məqsədləri Romalıları bir yolluq Asiyadan atıb çıxartmaq idi. Zaten bundan qabaqki Karra döyüşündə Romalıları əzici məğlubiyyətə uğradıb zəiflətmişdilər və 38-ci ildə Parfiyalılar yürüş edəndə məqsədləri ondan ibarət idi. Bir yolluq Romalılar Asiyadan vurub çıxarsınlar. Ancaq Antoni Parfiyalıların həvəslərini qursaqlarında qoyur və onları məğlubiyyətə uğradır və plan işə yaramır. 2 il sonra isə eradan əvvəl 36-cı ildə Antoni qüvvələrini toplayaraq şərqə yürüşə gəlir. Bu zaman Parfiya və Atropatena hökümdarlarının qoşunları, indi hökümdarımızın adını da verək, Atropatenada bu dövrdə hakimiyyətdə olan hökümdar
Artabazaddır. Yadda saxlayaq, Artabazd daha doğru forması ilə. Artabazdın dövründə nə baş verir? Antonin yürüşləri. Eradan əvvəl 36-cı ildə Atropatena hökmdarı ilə Parfiya hökmdarı Antonin yürüşünü eşidirlər və deyirlər ki, yəqin ki, yürüş mərkəzə, Ekbatana şəhərinə olacaq, Parfiyanın paytaxtına. Və bunun üçün orduları iki çay arasında Mesopotamiyada düşərgə saldırırlar və gözləyirlər ki, Antoni buraya gəlsin və burada döyüş edəsinlər. Lakin Antoni fikir yayındıraraq Azərbaycana daxil olur və Strabonun verdiyi məlumata görə belə deyək ki, Atropatenanın qış iqamətgahı sayılan Fraspa şəhərini eradan əvvəl 36-cı ildə mühasirə edir. Mühasirənin gedişi dilimdə dönmədi. Mühasirənin gedişatında yerli əhali hökmdarların qoşunlarını toparlayıb gələnə qədər olan müddətdə Romalılara qarşı mübarizə aparırlar, şəhəri heç bir vəclə vermirlər. Hətta məlumatlarımızda Plutarxın tərcümə qeydlərində, hökmdarların tərcümələrini verdiyi bir kitabda vurğulayır ki, bəs Fraspalı əhalilər, Midiyalılar Romalıların düşərgəsinin ön cəbhəsinə qədər hücum edirlər və Romalılar qorxub öz mövqelərini tərk edirlər. Mühasirə üçün qazdıqları səngərləri Romalılar tərk edir. Midiyalı yerli əhalinin hücumu nəticəsində. Və Antoni bundan qəzəblənərək hər qaçan 10 əsgərdən birinin edam olunması əmrini verir və bundan sonra Roma ordusunda birtəhər nizam-intizamı yenidən bərpa etmək mümkün olur. Lakin artıq hökmdarlarımızın qoşunu Fraspanın ətrafına gəlib çatır. Yerli əhalinin müqaviməti nəticəsində Fraspa şəhəri hökmdarların gəlişinə qədər özlərini qoruyub saxlamağı bacarırlar. Və Parfiya Atropatenanın birləşmiş qoşunları Antonin qoşunu Fraspa şəhəri yaxınlığında ağır məğlubiyyətə uğradır. Antoni məğlub olur. Döyüşlərin gedişatında 10.000 və bəzi mənbələrdə 35.000-ə qədər çıxacaq zayiat verir, itki verir və geri qayıtmalı olur. Azərbaycan ərazisini tərk edir və bu eradan əvvəl 36-cı il Fraspa döyüşü Romalıların ağır məğlubiyyəti ilə nəticələnir. Antoninin yürüşü də uğursuzluqla başa çatmış olur. Hətta yürüşdən sonra, artıq müharibə bitdikdən sonra hökmdarımız Artabaz ölkə ərazisində böyük şənliklər keçirilir, ziyafətlər düzənləyir. Hətta xalqın gözü qarşısında ələ keçirilən Roma sancaqlarını sərgiləyir. Ancaq sevgi, məhəbbət, belə deyək, yaxşı vaxt uzun çəkmir. Niyə? Parfiya dövləti artıq görür ki, Romalılar məğlubiyyətə uğrayıb. Ancaq Parfiyalılar yeni bir ərazi işğal eləmək istəyir. Qərbdə, Asiyada öz mövqelərini möhkəmləndirmək istəyirlər. Və bunun üçün bu səfər artıq öz müttəfiqlərinə göz qoyurlar. Parfiya artıq Atropatenanın ərazilərini ələ keçirmək istəyir. Yeni bir problem yarandı. Artıq Atropatenalılar məcbur qalırlar ki, Parfiyaya qarşı özlərinə bir müttəfiq tapsınlar. Parfiya böyük bir dövlət idi və o Atropatenanı işğal etmək istəyirsə, Atropatena məcbur hər hansısa bir ölkəyə yaxınlaşmalı idi. Və bu dövrdə təbii ki, Atropatenanın yaxınlaşacağı yeganə bir ölkə Roma Respublikası, Roma dövləti idi. Və o dövrdə Artabaz Romaya Oktavian Avqusta məktublar göndərir və hətta öz oğlunu da eradan əvvəl 30-cu ildə Roma imperatorunun, artıq biz Romada Oktavian Avqustdan danışırıqsa, deməli Romada Respublika dağılıb, yerinə imperiya yaranıb. Ümumi tarix fənnində bunun izahatını verəcəyik qədim Roma mövzusunda. Artıq Artabaz öz oğlu Aryabarzanı öz məktubu ilə birlikdə göndərir Oktavian Avqustun yanına və ondan xahiş edir ki, Atropatena ilə ittifaq yarasın və Parfiyaya qarşı birlikdə mübarizə aparaq. Oktavian Avqust bunu müsbət yanaşır və Aryabarzanı yanına qəbul edir. 10 il müddətində Aryabarzan Romada yaşayır. Eradan əvvəl 20-ci ildə düz Artabazdın ölümünə qədər. Eradan əvvəl 20-ci ildə Artabazd öldü və yeni hakimiyyətə öz oğlu Aryabarzan keçdi. Aryabarzan Oktavian Avqustun köməyi ilə göndərilir Atropatenaya və orada hakimiyyəti ələ alır. Daha sonra Oktavian Avqust hətta Kiçik Asiyada yaşayacaq erməniləri
Atropatenanın tərkibinə, hakimiyyətinə verir. Bunu biz mənbələrdə də görürük. Hətta bizim mənbələrimizdə deməli söhbət oluyaq biz kimi deməli Tasit və ilahi hökmdarın kitabəsi, Oktavian Avqustun kitabəsindən bir mənbəyə müraciət edək. Oktavian Avqustun yazdığı İlahi Əməllər kitabında belə bir kitabda vurgulanır ki, bəs Kiçik Asiyada yaşayan ermənilərin hakimiyyətini o, Oktavian, yəni Avqust, Midiyə, yəni söhbət gedir Atropatenaya, Atropatenalı hökmdarımız Ariobarzanın hakimiyyətinə vermişdir. Və bu dövrdə Ariobarzanın belə deyək ki, fiziki quruluş haqqında bizə bir məlumat verən tarixçimiz var. Romalı tarixçi Tasit yadda saxlayaq. Tasit deyir ki, Ariobarzan həm cismani gözəl olubdur və həmçinin çox gözəl mənəvi xüsusiyyətləri daşıyıbdır özündə. Və çox gözəl bir hökmdar, gözəl bir şəxsiyyət olubdur. Tamam, deməli Ariobarzan Oktavian Avqustun köməyi ilə hakimiyyətə gəldi, erməniləri də öz hakimiyyəti altına almış oldu və gözəl bir hakimiyyət sürdü. Danışaq indi isə sonuncu Atropatena hökmdarımız olan hökmdar Ariovast haqqında. Sonuncu hökmdarımız Ariovast olub, eramızın 30-cu ildə dünyasını dəyişir Ariovast və Ariovastın ölümündən sonra isə Atropatena Parfiya dövlətinin işğalına məruz qalır. Eramızın 30-cu ilində Parfiya artıq Atropatena dövlətinin ərazisini işğal edir, ta ki davam edir bu işğal eramızın 224-cü ilinə qədər. Bu illər aralığında Atropatena sadəcə bir ərazi vahidi olaraq Parfiya Şokilər sülaləsinin hakimiyyəti altına düşür və beləliklə Atropatenanın müstəqil dövlətçiliyi başa çatır. Hökmdarlarımıza bir daha nəzər yetirək. Dövlətin qurucusu Atropat, dövlətin ikinci hökmdarı Artabazan neyləmişdi? Selevkilərlə müharibə aparmışdı. Polibi hətta deyirdi, onun əraziləri Fasis Pontdan Hirkan dənizinə qədər geniş bir ərazini əhatə edir. Daha sonra danışdıq Artabazdan. Artabaz Parfiya ilə müttəfiq olub ilk öncə Romaya qarşı vuruşmuş. Daha sonra isə Parfiya Atropatenanı işğal etmək qərarına gələndə isə Roma ilə əlaqə yaradıb Oktavian Avqustla münasibətlər yaratmış, onunla ittifaq yaratmış və Parfiyaya qarşı Atropatenanın müstəqilliyini qoruyub saxlamışdır. Daha sonra hakimiyyətə keçən isə Ariobarzan olub, erməniləri onun hakimiyyətinə verib Oktavian Avqust. Ən sonuncu hökmdarımız isə eramızın 30-cu ilində ölən Atropatena hökmdarı Ariovast olubdur. Tamam, bununla da eramızın 30-cu ilində Parfiya Atropatenanı işğal eləmiş və Atropatenanın müstəqil dövlətçiliyi başa çatmışdır. Bu oldu Atropatena dövlətinin siyasi həyatı, siyasi tarixi. Bunun haqqında məlumat əldə elədik. İndi isə gəlin Atropatenanın cəmiyyəti barədə, Atropatenanın kənd təsərrüfatı, Atropatenanın gündəlik həyatı, memarlığı, dini inancları haqqında məlumat verək. Əsasən, əkinçilik və maldarlıqla məşğul olunub. Atropatenanın atlarının içində səma atları adlandırıblar. Bu bilgini yadda saxlayaq. Səma atlar deyəndə Atropatena atları nəzərdə tutulur. Çinlilər səma atı deyib Atropatenalıların atlarına. Daha sonra dəmir filizi, digər metal yataqları ilə Atropatena zəngin olub deyə burada sənətkarlıq da yüksək dərəcədə inkişaf edib. Pullardan istifadə olunub. Bəli, söhbət hansı pullardan gedir? Makedoniyalı İskəndərin altından kəsilmiş pullar tapılıbdır Atropatenanın ərazisindən. Gələcək mövzularımız izahatında da deyəcəyik. Albaniya ərazisində də Makedoniyalı İskəndərin altından kəsilmiş pullara biz rast gəlirik. Davam edək, danışaq, məlumat verək. Atropatenada belə deyək ki, qullardan eramızın 2-3-cü əsrində belə deyək, bütün dünyada quldarlıq əməyi ləğv olunmağa başlayır artıq, çünki öz əhəmiyyətini itirir. Belə ki, qullar öz işlərini doğru dürüst yanaşmırlar deyə kənd təsərrüfatı, əkinçilik, maldarlıq gerilir və buna görə artıq bu dövrdə eramızın 2-3-cü əsrlərində qullara natamam müstəqillik verilir. Natamam müstəqillik deyildikdə o nəzərdə tutulur ki, artıq qullar evlənə bilər, hətta əkib becərdikləri məhsulun bir hissəsini özlərinə götürə bilərlər.
və bu gələcəkdə quldarlığın dağılmasına və feodalizm quruluşunun yaranmasına gətirib çıxaracaq. Mediada başqa nə haqqında danışaq? Yəni Atropatenada nə haqqında danışsaq, media yağı haqqında danışa bilərik. Mənbələrdə məlumat verilir ki, bu yanıcı maddədir və söndürmək çox qeyri-mümkündür. Döyüş zamanı Atropatenalılar bu media yağından çox istifadə etmişdirlər. Davam edək, gələk elm mədəniyyəti haqqında biraz danışaq. Nədir elm mədəniyyəti? Nə olan şeydir? Elin Yunanların özlərinə verdikləri addır. Qədimdə Yunanlar özlərini Ellin adlandırmışlar və Makedoniyalı İskəndərin yürüşü nəticəsində şərqdə yeni bir mədəniyyət yaranır. Ellin mədəniyyəti, yəni Yunan mədəniyyəti. Makedoniyalı İskəndərin şərqə yürüşü nəticəsində Yunan mədəniyyəti bütün Şərqi Asiya ölkələrinə yayılır və müxtəlif ölkələrə, belə deyək ki, müxtəlif ölkələrin mədəniyyət sahələrinə təsir edir və bunlardan biri də təbii ki, Atropatena ərazisidir və deməli Atropatenada elm mədəniyyətinin təsirinə məruz qalıb. Sübutlarımız varmı? Təbii ki, sübutlarımız var. Sübutlarımızı sadalayaq. Birincisi və ilki Azərbaycanda, yəni Atropatenada Yunan tanrılarına sitayiş olunması, söhbət Zeus, Selena, digər tanrılardan gedir. Yunan tanrılarına Azərbaycanda sitayiş olunub, mənbələrdə məlumatımız var. Digər bir belə deyək, Atropatenanın elm mədəniyyətinin təsirinə məruz qalmasının digər bir sübutu isə deyək biz Heraklın məbədi, Kerifto məbədi. Kerifto məbədi Herakla aiddir, qədim Yunan mifologiyasındakı o Herakla və məbədin girişində hətta qədim Yunan dilində yazılı kitabə belə var və qədimdə biz düşünürük ki, arxeoloqlar ümumiyyətlə düşünür ki, buradan dini inanclarını həyata keçirmək üçün, yəni ibadət sitayiş etmək üçün yerli xalq istifadə edibdir. Deməli, Kerifto abidəsi, Yunan tanrılarına sitayiş olunması və bir də tikintidə, memarlıqda kirəmitdən istifadə olunması. Kirəmit evlərin dam örtüklərinin bağlanması üçün istifadə olunur və bu Yunan memarlığına aiddir və Atropatenada da buna rastlanması deməli elm mədəniyyətinin, yəni Yunan mədəniyyətinin Atropatenaya da təsir göstərdiyini sübut edir. Gələk danışaq dini inanclarımızdan. Görək Atropatenada əsas hansı dini inanc yayılıbdır? Söhbət gedir Zərdüştlükdən. Eradan əvvəl 7-ci əsrin ikinci yarısı, 6-cı əsrin əvvəllərində Atropatenada Zərdüştlük dini yaranır. Zərdüştlükdə od və həmçinin su və torpaq müqəddəs sayılır. Bunu yadda saxlayaq. Bəziləri birbaşa Zərdüştlük deyən kimi ağıllarına od gəlir. Testdə qabağına çıxanda su və torpağa düzgün cavab kim götürmür? Zərdüştlükdə həm od, həm su, həm torpaq müqəddəsdir və Zərdüştlüyün dini kitabı Avesta adlanır. Yadda saxlayaq. Zərdüştlük təliminə görə iki belə deyək, şey arasında mübarizə gedir. Xeyr və şər arasında. Xeyr Hörmüz, şər Əhriməndi. Xeyr ilə şərin arasında gedən mübarizə hər zaman xeyrin qələbəsi ilə başa çatır. Zərdüştlükdə buna inanılır. Tamam. Dediyimiz kimi müqəddəs kitabı Avestadır və Əhəmənilər dövlətinin belə deyək ki, əsas dini Zərdüştlük dini olub. 330-cu ildə hansı ki Makedoniyalı İskəndər bu dövlətin axırına çıxanda Persopol şəhərini tutur və yandırır. Biz orada demişdik ki, 12.000 göndərinin üzərində yazılmış Avesta kitabı da məhz bu dövrdə məhv olur. Daha sonra Sasanilər dövlətində isə Avesta kitabı bərpa olunacaq və müasir dövrdə Avesta kitabı necə meydana çıxır? Danışırıq biz Anketil Duperondan. Fransız alimidir. Bu adam Hindistanda Avesta kitabı ilə tanış olur və həmən kitabı gətirib Fransada fransız dilində çap etdirir. Hal-hazırda bu Zərdüştlüyə sitayiş edənlər varmı? Bəli, var. Hal-hazırda Hindistanda Parslar və İranda da Qəbir tayfaları demək olar ki, Zərdüştlük dininə sitayiş edirlər. Tamam. Burada son vurğulayacağımız şey Atropatenada məktəblərdir. Atropatenada məktəblər haqqında danışanda əsas 3 məktəbdən danışırıq. Saray məktəbləri, atəşgah məktəbləri və bir də ailə məktəbləri. 3 məktəb əsas olub.
saray, atəşgah və ailə məktəbləri. Daha sonra isə Sasanilər dövründə Atropatenanın ərazisində həmçinin ibtidai məktəblər də yaranıb və müəyyən peşə məktəbləri də formalaşıbdır. Və son cümlə olaraq bunda vurğulayaq ki, ibtidai məktəblərin Sasanilər dövründə yaranması Atropatenada ümumiyyətlə ibtidai məktəbin mövcud olması Yunanistanla bizim oxşar cəhətimiz Yunanistan mədəniyyətində də ibtidai məktəblər mövcud olubdur. Belə mövzumuzun izahatı yekunlaşdı. Atropatena dövləti haqqında danışdıq bugün. Ümid edirəm ki, izah kifayət qədər açıq və aydın oldu. Əlimdən gələn elədim sizin üçün. Gələcək mövzu izahatlarımızda görüşənə qədər sağ olun, salamat qalın.